Salam Böyük Pullar kanalı izləyiciləri, hamınızı yenidən xoş gördük. Necəsiniz? Ümid edirəm ki, hamınız yaxşı olarsınız. Bugün mən sizi yenidən çox gözəl bir proyektlə tanış edəcəm. Nəyə görə çox gözəl deyirəm? Çünki bu proyektdən həqiqətən insana böyük pullar qazandırır. Əvvəlcə başlamamızdan qabaq onu deyim ki, kanalımıza abunə olmağı unutmayaq. Burada abunə ol var. Onu basaq, tıklayaq və kanalımıza abunə olaq. İkinci xahişim də odur ki, mümkünsə baxdığınız videoları öz sosial şəbəkələrdəki profillərinizə paylaşın ki, digərləri də xəbərdar olsun. Bəli, bu sizə tanış edəcəyim saytın adı InnoCurrent'dir. InnoCurrent saytı mənim kanalımda yəqin ki, görmüşsünüz iWage saytı var. Hər ikisi saytın yaradıcısı eynidir. Hər iki sayt 2009-cu ildən fəaliyyət göstərir. Yəni 2009-2016. Bu da o deməkdir ki, 7 ildə artıq fəaliyyət göstərir. Bu da onun nə qədər güvənli sayt olduğunu göstərir. Bəli, aşağıda link göstərmişəm, qeydiyyat linki. Həmin saytdan, yəni qeydiyyatdan keçmək üçün həmin linkə daxil oluruq. Göstərdiyim linkə, videonun altındadır. Daxil olduqda belə bir səhifə açılır. Burada register var, sol tərəfdə. Registerə vururuq. Username-imizi daxil edirik, yəni nickimizi. Qeydiyyat, password, yəni parolumuzu, parol yenidən təkrar, e-mailimizi daxil edirik. Təkrar e-mail, agree, yəni I agree, yəni qaydalarla tanışam, submit, qeydiyyatdan keçdik, sonra loginə vururuq və daxil etdiyimiz nickimizi və parolumuzu qeyd edirik və sonra login vururuq, sayta daxil oluruq. Bəli, hesab edək ki, sayta daxil ol. Əgər qeydiyyatla bağlı nəsə çətinliyiniz olsa, probleminiz olsa, aşağıda e-mail ünvanını da yerləşdirəcəm. Həmin e-mail ünvanına yaza bilərsiniz. Bəli, saytı dediyim kimi, iWage saytını bilənlər bilir, bilməyənlər üçün bir daha deyim ki, yəni eyni tipli saytdır. iWage-də olduğu kimi, burada da View, Standard, Explore və s. menyular var. İndi başa salacağım bilməyənləri bir daha. Bəli, iWage-dən bunun fərqi nədir? iWage-də bildiyiniz kimi, həm balla, həm də ki, nə qədər bal, nə qədər pul düşür, onu göstərir. Amma burada yalnız balla göstərir, yəni balansımızı. Bəli, sayta tutaq ki, daxil olduq. View sitədə burada əsasən 1 ballılar olur, bir də 3 bal verir, çox azdır. Standartdan nisbətən çox olur, 5 olur, sol tərəfdə 15 olur. Yəni burada 2 dənə, 3 dənə deyə buna baxdıq yox. Yəni baxdıq qutardı, bu günlük yox. Xeyr, sayta daim daxil oluruq. Tutaq ki, qutardı, yenidən 1 dəqiqədən, 2 dəqiqədən sonra yenidən yeniləyirik, yenidən daxil oluruq və görürük reklamlar artıb. Yəni gün ərzində ən azından pulla götürsə 25, 30, 40, bəzən də olur 60 sentə qədər qazanmaq olur bir gün ərzində. Bəli, daxil olduq, vururuq bu 5-lərin ya 3-lərin, 1-lərin üzərinə, fərqi yoxdur. Vurduq, belə bir səhifə açılır. Continue vururuq, yəni davam edirik. Həmin davam elədiyimiz müddətdə də burada vaxt gedir. Bu vaxt ərzində biz bu sayta daxil olmalıyıq. Belə işlər. Daxil oluruq. Görürsünüz kimi buradakı tamam oldu və reklam bitdi. Pul balansıma yatdı. Bəli, pul deyəndə balımız. Sonra bunu bağlaya bilərik, artıq ehtiyacı yoxdur. İndi nə qədər pula, nə qədər bala, nə qədər pul düşür, indi onu da sizə göstərir. Rewards olan hissəyə daxil olaq. Gördüyünüz kimi, burada dediyim kimi, Azərbaycanda mən PayPal-a pul göndərmişəm, gəlib çıxmır. Amma Payza hesabla çox rahatdır, mən Payzadan istifadə edirəm, nə qədər də pul göndərirəm, hamısı da vaxtına gəlib çatır. Deməli, 11.500 bala düşür 5 dollar, 23.000 bala isə düşür 10 dollar. Mən indi çıxartdığım pulu da sizə göstərim, Rewards deyək onsuz da. Bəli, mən bugün artıq 10 dollar da zakaz eləmişəm, indi pendingdir, yəni zakaz eləmişəm, göndəriləcək. Bundan qabaq ki, mənə gəlib çıxan pulu göstərim sizə. Ayın 27-si, 5-ci ay, may ayı. May ayının 27-si mən pulu zakaz eləmişəm. Deməli, mənə InnoCurrent'dən məktub gəlib, ayın neçəsi baxaq, ayın 31-i, 5 ayın 5-ci ay, mayın 31-i, mən 27-si zakaz elədim. 31-i mənə məktub gəldi ki, sənin pulun göndərildi. Ayın 6-sına kimi gəlib Payza hesabıma yatmalıydı, yəni 6-cı ayın 6-sına kimi. Payza hesabım buradadır. Payzadan göstərəcəm. Bir dəqiqə, dediyim kimi Payza hesabı açsın, Payza hesabı çox rahatdır işləmək. Açım, göstərim ki, pul gəlib, pul bugün gəlib çatıb mənə. Budur, 10 dollar gəlib çatıb, 0.59 sent bu transferə gedir, yəni tutulur da belə desək. 9 dollar 41 sent isə balansıma yatıb.
Pul mənə nə vaxt gəlib çatıb? Payzaya mənə bu gün məktub daxil oldu. Bugün yəni. Burada ayın 2-si yazılıb. Əslində bugün ayın 3-ü, yəni 03-06 mənə gəlib çatıb. Bəli, gördüyünüz kimi ayın 27-ci zakaz eləmişəm. 31-i pul göndərilib. Ayın 3-də gəlib çatıb mən. 27, 31, 4, oradan da 3 gün. 3 gün, yəni 7 və bu gün də mən yenidən zakaz eləmişəm. Gördüyünüz kimi bir həftəyə mən artıq yenidən 10 dollar balansımı tamamlayıb göndərmişəm özümə 10 dollar. Yəni hər həftə mən özümə 10 dollar bu saytdan çıxardıram. Bu da o deməkdir ki, yəni bir aya təxminən deyəndə elə bəlkə də çox 40 dollar pul eləyir. Məncə bir saytdan ayda 40 dollar qazanmaq çox gözəl nailiyyətdir. Sizə də arzu edirəm ki, belə nailiyyətləriniz olsun. Bəli, nəsə sualınız olsa, çətinliyiniz, probleminiz olsa sayt barəsində mənə yaza bilərsiniz. Sizə bir kömək göstərir. Eləcə də kanalda digər videolar da var pul qazanmaq barəsində. Onlara da daxil olun. Oradan da qazanın. iWage haqqında da videom var. Yəni bundan qabaq iWage haqqında video budur. Hər gün 3-5 dollar qazan. Bu iWage haqqında videodur. Daxil olub oradan da qazana bilərsiniz. Yəni hər ikisi eyni tipli sayt. Ona görə deyirəm. Və başqa saytlar da gördüyünüz kimi var. Bəli, əziz dostlar, kanalıma abunə olmağı unutmayaq və baxdığınız videonu mümkünsə öz profillərinizdə paylaşın. Sosial şəbəkələrdəki profillərinizdə paylaşın. Bu belə. Nəsə də sualınız olsa e-mailimə yaza bilərsiniz və dediyim kimi qeydiyyat linkini də videoda aşağıda yerləşdirəcəm. Həmin linkə daxil olub qeydiyyatdan keçin. Bir daha hamınıza təşəkkür edirəm. Çox sağ olun.